Salam dostlar, hər vaxtınız xeyir olsun. Yine mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bugünkü bu video çıxışımın əsas məqsədi ondan ibarətdir ki, sosial şəbəkələrdə baxıram, prezidentə müxtəlif müraciətlər olunur, müxtəlif növdə. Biri, məsəl üçün, adam vurur, öldürür, müraciət eləyir. Biri işdən çıxır, müraciət eləyir. Hamısı da tanınmış adamlardır, indi qismən tanınmış adamlardır. Biri də hamam haqqında müraciət edir ki, hamam təmir olunsun və s. və ilə axır. Müxtəlif mövzularda ölkə rəhbərinə və birinci vitse-prezidentə müraciətlər olunur. Bu təbii haldır, eləyə bilər, onun hüququdur. Amma bir məsələni sizin nəzərinizə çatdırım ki, dostlar, bu müraciət olunanda ancaq şəxsi məsələ ilə müraciət olunur. Bu insanlar yəqin ki, Azərbaycanda yaşayırlar və bu insanlar bilir ki, hər bir insanın bugün müxtəlif problemləri var, ciddi problemlər var və ölkədə yaşamaq uğrunda mübarizə aparan insanlar da var. Qazilərimiz 70-dən çox qazi özünü öldürdü. Hələ bu vaxta qədər kütləvi şəkildə mən görmədim ki, Azərbaycan xalqı ölkə rəhbərinə və yaxud da birinci vitse-prezidentə müraciət eləsin ki, qazilərimiz yaşaya bilmir, özlərini öldürürlər, öldürmə həddinə çatdırılır. Müxtəlif məmurlar onları incidir. 70 qazi özünü öldürdü, bir nəfər də tutulmadı. Və Azərbaycan xalqından bir təpki görmədi bu qazilərin ailələri. Məsələn, bir müraciət eləsinlər ki, kütləvi şəkildə bəs hərə bir tərəfdə müraciət eləsin ki, bu qazilər özlərini niyə öldürürlər? Bunların evləri yoxdur, yaşayışları yoxdur. 80 manatla bunlar dolana bilmirlər və s. və ilə axır. Bundan görmədik biz. Eyni zamanda ölkə rəhbəri təhqir olunur. Görürsünüz, kütləvi informasiya vasitələrində xaricdə yaşayan blogerlər Azərbaycan Respublikasının prezidentini, onun xanımını təhqir eləyir. Kütləvi şəkildə heç mən görmədim ki, kimsə mübarizə aparsın, desin ki, bəs belə olmaz, bu nə məsələdir, buna son qoyulmalıdır. Nəinki ölkə vətəndaşlarla fərqli olaraq ölkənin millət vəkilləri də buna qarşı heç bir çıxış eləmədi, demədilər ki, nə var, nə yox. Elə bir ölkədə milli məclis yoxdur və millət vəkilləri də yatıblar. Deməli, qalır çarə özümüzə. Bəli, özümüzə qalır çarə. Hər bir insan əgər öz problemini işıqlandırırsa, biz kütləvi şəkildə ona reaksiya verməliyik. Onu elə etməliyik ki, o ölkə rəhbərinə çatdırılsın həmin informasiyalar, həmin məlumatlar. Əgər doğru məlumatlardırsa, bugün ədalətdən danışırlar, bugün haqdan danışırlar, bugün ölkədə məhkəmə sistemindən danışırlar. Görürsünüzmü, vəzifəli şəxslər də məhkəmə sistemindən narazıdır, adi insanlar da məhkəmə sistemindən narazıdır və hüquq mühafizə orqanlarından da çox narazılıqlar var. Onda biz neyiniyək, yaşamayaq və bunların da hamısı nədən irəli gəlir? Bizim sadəlövhlüyümüzdən, xalqın sadəlövhlüyündən irəli gəlir. Hər bir vətəndaş öz məsələsini işıqlandıranda demək olar ki, ona heç dəstək olmurduq biz. Və o öz şəxsi məsələsini işıqlandıranda sosial şəbəkələrdə ona dəstək olmaq lazım olur. Onda hamı çəkilir, durur kənara. Görürsünüzmü, bugün sənin qapını döyürlər, səhər başqasının qapısını döyəcəklər, birisinin, o birisinin qapısını. Bundan da ölkə rəhbərinin xəbəri yoxdur. Götürək Şərurlu İsfəndiyarı. Şərurlu İsfəndiyar bir dəqiqə pambıqla baş kəsir. Nəvəsi də gəlib Amerikadan. Bugün zülm eləyir Azərbaycan xalqına. Sanki Azərbaycan xalqının vətəndaşları Azərbaycan vətəndaşlarına zülm eləməyə yaranıbdır. Və buna görə də görürsünüzmü, ölkədə vətəndaşları biri-birinə qarşı-qarşıya qoyurlar, müxtəlif problemlər yaradırlar və bu problemlərin həlli artıq onu özü həll eləyə bilməyəndə bunu işıqlandırmağa başlayır. Ona görə də biz bir olmalıyıq, möhkəm olmalıyıq. Elə bir problemlər olanda biz onu ölkə rəhbərinə çatdırmağa köməklik göstərməliyik. Mən istəyərdim ki, Azərbaycan xalqı bir olsun və bu Şərurlu İsfəndiyarı demək olar ki, artıq hamı tanıyır və bu Şərurlu İsfəndiyar zülm eləyir Azərbaycan xalqına. Mənə də bir neçə yerdən məlumatlar gəlibdir. Orada bir gün, 2 gün evin pulu əgər ödənilməzsə, həmin dəqiqə Şərurlu İsfəndiyar 20 min, 25 min orada cərimə eləyir. Hansı ki, bu cəriməni heç yer üzündə belə bir cərimə yoxdur. Eyni zamanda bu Şərurlu İsfəndiyar və Azərbaycan Respublikası mənzil haqqında qanunu demək olar ki, qəbul etmir və onun
demək, bu mənzil haqqında qanuna o qəbul etməməsi haqqında fikirlərini də müqavilələrdə göstərir. Buna görə də yəqin ki, bir tədbir görmək lazımdır. Ölkə rəhbərinə, ölkənin deməli, informasiya mərkəzlərinə və hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır ki, bu Şərli İsfəndiyar haqqında tədbir görsün. Mən bu insanı tanımıram, amma bu insan haqqında o qədər mənfi fikirlər söyləyirlər ki, o qədər mənfi fikirlər söyləyir, adam yer qaçır adamın ayağının altından. Hər bir insan istəyər ki, onun evi olsun. Amma ev adıyla gəlirsən, pulunu verirsən, sonra mənzilini başqasına satır, müxtəlif dələduzluqla məşğuldur və hüquq mühafizə orqanları da yəqin ki, bu insan haqqında bir tədbir görməsinin artıq vaxtı çatıb. Belə olmaz. İnsanları əzmək olmaz. İnsanların pulu yoxdur. Şərli İsfəndiyar varlanır, amma təhqir olunan kimdir? Ölkənin rəhbəri, birinci vitse-prezident və s. və ilə axır. Bu cür haqsızlığa son qoyulmalıdır. Eyni zamanda bildirmək istəyirəm ki, bütün haqsızlıqlar ölkə rəhbərinin və ulu öndərin portreti altında həyata keçirilir. Bu cür ədalətsizliyə yol vermək olmaz. Bu cür haqsızlığa yol vermək olmaz. Bu cür insanlarla demək, hüquq mühafizə orqanları tam şəkildə ölçü götürməlidir. Və bu xalq nə qədər dözməlidir belə bu cür qanunsuzluqlara. Qanunsuzluqlardan əzab çəkir, əziyyət çəkir xalq. Diqqətinizə görə sağ olun.